Uzağa atanda leska qırılmasın deyə düyünsüz petlər göstərirəm sizə. Və dörtlük leskadan belə petlər düzəldirsiniz kənarda. Sonra bunu bunun içindən keçirdirik. Düyün tərəfi leska tərəfdə qalır. Gördünüz belə. Sonra 2 dəfə aşağı tərəfdən fırladırıq leskanın başına. Dartırıq möhkəm. Əsas leskanı da dartılı saxlamalısınız ki, sürüşməsin o tərəf bu tərəfə. 2 dəfə də bu tərəfdən keçirdirik. İstəsəz 3 dəfə, 4 dəfə, yəni nə qədər istəsəz eləyə bilərsiniz. Petlərini biraz belə keçir göstərirəm ki, görə biləsiniz. Aha, belə nə aşağı sürüşə bilər, nə yuxarı. Əlavə də 2 dəfə keçirdim. Görürsünüz, sürüşmür. Nə qədər atırsan at, nə qədər güc versən ver, o ana bədən leska bütövdür, qırılmır. Deməli ipdir, sonra gəlir leskadır, sonra birinci petlədir, ikinci petlədir. Sonra da bu axırıncı petləni də bağlayırıq ana bədənə.